Herkese selamünaleyküm. Bugün sizlerle birlikte Talih Ağayev'in videolarına bakırıq. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan kanalıma abunə olub bu videomu da like atmayı unutmayın. Talih'in TikTok hesabını da açıklamaya koyduğum linkten gelip takip edebilirsiniz. Eşitdim, qızımı istəyirsən. Aha. Bəli Rəşid bəy, mən sizin qızınızı istəyirəm. Mən qızımı sənin kimisinə əmanət edə bilmərəm. Qızımdan uzaq dur. Niye ki? Fikrim qətidir və fikrimin də axıracan üstündəyəm. Mən sizin qızınızı istəyirəm. Hesabıma bu dəqiqə 30.000 dollar yükləyirəm. Qızımdan uzaq dur. $30.000 azdır. Bəs siz bilmirsiniz ki 4169 Eşitdim, Hayır, qızımı istəyirsən. kartın kodunu diyeceğini hiç düşünmemiştim. Rus dilli danışan Kruk'ta özümü bilen kim apararam. Сдавать анализы в последний раз, врач сказал, что ей осталось где-то 5 дней. 5 дней? Да. Но она прожила 7, и после мы просто ее похоронили. Ona çok seriyoz bakır. Herif həqiqi başa düşür. Соболезную, брат. Спасибо. Пусть земля будет пухом. Слушай, Aa kahve. помянем? Да. Какая зор, нереально. Ay что с ним? Ne? Sen de kulağızıram nereально. Sən başın xarabdır. Sağ dedim sus da. Allah məndən mi anası necə ölüb ondan danışır. Ortada heç bir səbəb yoxkən atam. Neynir? Telefon tərs tutur. Aha. 100% də Putinə baxır. Hə, deyirəm da səs olur. имеющих русское происхождение. В ходе Второй мировой войны именно авиамагистраль для поставок боевых самолетов и другой техники ковали, отдавали свои жизни для общей победы. Я знаю, что и здесь тоже есть признательные американским властям и Ага. гражданам непростую условия. Как известно, российско-американские встречи в верхах Yaxşıydı amma mən başqa bir şey gözləyirdim. Oğluna da verdi almadan qəşəng. İndiki anaların uşaqlarını öpəndə. nə keçmiş uşaqdır. Ay bala nə edirsən sən? Nağardım ay öptüm də uşağı. Nə qardım ay bir stoli də mən icazə aldım məndən öpürsən mikrop keçdi axı. Ay zivil. Mikrofon nə deyir? Xahiş edirəm. Bir andan hardasa tanış gəldi bu situasiya. Mənim də başıma gəlmişdi bu yaxınlarda. Ay yaxşı da öptüm də bir dənə. Mama sumkada spirt də gətirib. Xahiş edirəm deyin. Split nə deyir? Nə dəxli? Bir dənə öptüm. Ay, Öpməyin, da. dəlirməyin də mənim uşağım. Nənə ilə görüşdün sən? Yo. Mənim anam. Nənə ilə görüş də, hə? Ay yaxşı. Nənə ilə O da bərk öpür. Bərk öpəndir. Deyirəm da. Tüm seri elədi. Onlarda oğul səhv edəndə ata. Ata, Bəli oğlum. mən sən maşını yararsız vəziyyətə salmışam. Maşının artıq yararlı deyil. Oh my goodness. Bilirəm ata əsəbisən amma çox üzr istəyirəm, nə olar? Mən ona əsəbi deyiləm. Hadisə yerində mənə niyə zəng eləmədin, hə? Ya sənə bir şey olardı, mən neyniyərdim? Ay nə gözəl ata. Oğlu Bir düşür də ki başına sən pul yox. çamadan var idi içində. O da hamısı dağıldı yolda. Cəhənnəm olsun pul tamadanı səndən vacib deyil. Ya sənə bir şey olardı? Mən səhv etsəm atam. Nə qulluq edeyim sənə? Məndən sən ata. Hə, sən bomba oğlansın, hə? Mən sənə qulluq eləməliyəm. Hə, saat 7-dən mən onu qoymuşam marazinkaya ki, sıxıram onu ki, içim mən. Sən gəlib onu içirsən, içməyin cəhənnəm olsun. Onu doldurub niyə yerə qoymuşsan, hə? Annem yadından çıxdı Hə? ata, nağarım. Dala get. Getdim. Gör oradan mən sizi dolduran başını oxşuram, hə? Ata nə dəxli var ya Ay, məndə? ay, xeyirsiz bu. Ay, tanağır. Başımın nakratkası yeyildi. Yaxşı nakratka var idi, barter eləməyə səndən. Eləmədim, peşmanam, yanıram. Yaxşı laflatka vardı sənə barter. Hani, ay, bu bağışlanmaz bu xəyanət. Anne soğasın lan. Xəyanət. Söylüyorum soğurayım mı? Ay, benzini var beni yandıracağım ben. Amma həqiqətən bu belə. Dostunun səni çıxılmaz vəziyyətə saldığı həmin o an. Gedək biz. Gedək də, gedək. Qardaşlar biz getdik də, öpürük. Getdik də qardaşlar, gəlin görüşərik də. O. Ay qardaş, öpürəm sizi. Aha, hamı öpür. Müvayət olun. Ay ta sağ ol deyib da gedin. Öpdüm də qardaşım. Sağ olun, sağ olun, sağ olun. Öpüşmək vaxtı.
Sən bomba oğlansan, ha? Niye ne daxil? Yoxsa mən görüşmədim. Uzaqdan sağ ol dedim. Sən bomba oğlansan, bir görüşürsən. Mən niyə pis çıxardısan uşaqların yanında? Qardaşım niye pis çıxartdım? Ne daxili var? Necə nə dəxşə bura soruşaq. Uşaqlar mənə nətər tanıdınız? Əvvəl nətər Sato. gördün? Bir salam vermə deyə. Evli sən subay da olsun bilmədiyin söz işlələr. Ellerinden çölə zada çıxmırsan da görmürsən bizi. Çıxıram bura, şahza çıxıram. Ha, sən nəyə danışmı? O gün getmişik çayxanaya, domino basırıq. Kamran tanıyırsan da? Uzun kamran. Uzun Kamran ha. Aha. Qaqaş 6 qoşamı vurdu əlimdə, oyun oldu məfta. Aha. Söz axtarır. Domino basmaq nə deməkdir? İşə götürməmək üçün fırladan həmin o Sizə şirkət. 5-6 dənə suallar verəcəm. Şərt ki, biz onu rəhbərliyə göndərək. Başa düşdünüz necə? Elə çox çətin suallar deyil burada. Siz bildiyinizə görə bizdə 500-600 manatlı maaş. Biz sizi sualsız heç cür qəbul edə bilmərik, mümkün deyil. Aha. Ha qardaş problem yoxdur. Bu təxmini olaraq nə suallardı? Ağ qoyunlu, qara qoyunlu dövlətində qara qoyunun neçəsi xəstəlikdən ölüb? O qardaş bu nə sualdır? İşlə bağlı sual verməli idi. 7 gözəl əsərində neçəsi makyaj gözəl idi? Hayda suala bax. Anan səni tualetdən sonra balaca vaxtı yurdan birinci yoxsa tualet kağızından silirdi? Ay qardaş yurdu sonra tualet kağızı ilə quruluyurdu. Bu nə sualdır amma? Real Madrid Barcelona oyununda B2 sektorunda sol küncdə oturan sarı oğlanın ən böyük arzusu nə olub? Künsü oturan sarı olan nə? Başa düşdüm qardaş. Oldu qardaş, çox sağ olun, minnətdar. Yəni get. Deyəsən o məşhur söz yadınızdan çıxdı. Hansı mı? Biz sizə zəng eləyəcəyik. Biz sizə zəng eləyəcəyik. Qəşəng. Onlarda ata yatarkən TV söndürmək. Oğlum. Hə ata gördüm ki yatmısan televizorda açıq qalıb. Söndürdüm ki rahat yatasan. Rahat yatsın, düzdür. Çox düşüncəlisən oğlum. Gəl səni qucaqlayım. Çox sağ ol Nə ata. gözəl, nə gözəl. Onda mən yatdım, gecən xeyrə. Şirin yuxular ata sənə. Qəşəng. Bizim evdə. Putin danışır yenə. Söndürmə. Eləmə onu. Sabahın xeyir. Yatırdın, nətər baxsan? Kim yatırdı? At kim üzümə durasan, görmürsən televizyona baxıram. Gözüm görə söndürdün o televizyonu sən. Nətər gözüm görür yatırdın sən. Nətər baxsan televizora yata yata. Ay qardaş, mən gördüm sənin gəlməyini. Mən saat fikir verirəm. Belə baxıram, görüm nə qarassan. Girdin o qapıdan mış kimi gəldin, söndürdün o televizyonu. Deməsən bax, O qapıdan girmədim. Pilləkəndən düşmüşəm mən. Xorumda yuxarı qədər gəlir. hani Putin alemdi? Ana Putin. Putin. Putin yuxuda görürmüş. Ata. Amerika. Bəli oğlum. Sənə bir şad xəbərim var. Nə şad xəbərdir o elə? Mən artıq universitet tələbəsiyəm, hə? Qəşəng. Hə. Aman Allahım, bunu qeyd eləməliyəm. Ata, ehtiyac Sənə yox hədiyyə idi. verəcəm. Ayda. Aha. Söz vermişdim sənə. Hədiyyə alacağıma dair söz vermişdim. Bu da hədiyyə. Ayda, Aha. ata məni sevindirdin. Nəyə ehtiyac var? Nə idi? gözəl. Yaxşıdan layiqsən. Çox sağ ol ata. Təbrik edirəm Çox səni. sağ ol. Gəl Gəl öpüm. sən. Biz də. Şəş görək bala özgün VSB. Ay təməzələnsən, mən bir də 07 live paradox istəyirdim. Live paradox tomatın. Live paradox. Live paradox deyib. Özün VSB sizə. Ay mən universitetə girmişdim ki, bir dənə ağ priora qəşəng viski sadə mən qoşum Belə belə. viski, dadan baba samagonla viski görmüşəm mən. VSB siz özünə dedim. Ay Sağ ol. sən mən biabır eləmə. Ay nə biyab, sənin başın gedib bala o çöldə bayırda satılanları, bura ora ördür. Bura keyfiyyətli. Burada qədər təmir də var, eləmi? Hə, sökətdin tormozun qırıldı, nə bilim, patuşkan partladı, belə oturub. Aha, velosiped alır ki, universitetə göyüş gəlsin. Ha, bundan gözəl bir şey. Mən nətər eləyəcəm, heç cavanlıq əla şeydir. Ay, nə zamanlıqlı. Qardaş, o vaxtı deməli qədimi saat var idi. Dedilər bunun 5 yaşı var idi. Barter eləyək bunu, eləmədim. Allah, Barter eləyək? Düşmanım səni barter eləmədim. Hədə bu bundan yoxdur axı bundan, Ha, bundan. bundan verəcəm. Gəl, burada var qardaşa, kömək elə bir şey. Hansı mən seçsən? Ya ata, Belə sən bip bip. seçən Atanın oğlu ilə qız arasında etdiyi ayrı seçkilik. İdman sana en çok sevdiğim maşın hansıdır? Hansıdır qızım? 2 ya. Ay dəhşət, alim. Ay qızım, harda tapsan Aha, zarafatlar aha. gedib? Nerede atanda eləyərəm? Dəhşət Mən ya. Hasan. Zəhrimar ata, tanınmazlar ata.
Görsən deyib gülürəm burada. Küçüyüm var, bütün əsəblərimi çoradılar. Bütün əsəblərimi oynadı. O vaxt dedim dəyişin bunun Opel diski ilə. Barter eləyirdilər gül kimi. Opel'in diskiyle. Səni. Küçüyüm var, küçüyüm. Gül kimi deyib gülüb bütün keyfimi çoradı. Sen prim al. Get prima. Oyda. Ailəsinin ayrı yaşamaq istəyən gənc. Ata səndən bir şey danışmalıyam. Danış görək ay bala. Nə problemin var? Artıq mən də öz ayağımın üstündə qalmalıyam. Bilirəm sizə də çətin olacaq, mənə də çətin olacaq. Çünki Eyni şəkildə oturub baxırıq. Bəlkə ola bilsin 10 il, 15 il, 20 il məni görməyəcəksiniz. Amma fikirləşirəm ki, ən doğrusu elə budur ata. Hər şey üçün çox sağ olun ata. Narahat olmayın mənsiz, yaxşı? Hər şey yaxşı olacaq. Çox istəyirəm sizi. Oğlum. Ata. Oğlum. Oğlum. Hə ata. Getməmişdən qabaq. Hə? Bir daha bunu dart da. Bizim qardaş hazırdır. Tax toka işləyəcək. Sağ ol ay usta. Borcum nə qədər Çox idi? güzel. Valla qardaşım nə verərsən verərsən. Yox da qardaşım, sən nə verərsən də olmur da. Sən bir işimin qiymətindən çıxarım verim onu. Yox da qardaş, mən nə qiymət deyim, sən nə verərsən verərsən də. Qardaş nə verərsən də deyim, mən niyə bu vəziyyətə salırsan isə mən sənə nə verim? 5 verim, 10 verim, 15 verim, inciyəsən, inciməyəsən, mən bilmirəm. Bax, işimin qiymətini bilmirəm də. Deyən ki, mən bu qiymətə işləyim. Mən buna nə verim görəsən? Mən buna nə verim ki, inciməsin, nə verim? Hə qardaş, bax belə. Xoş oldu da, mən gedim. Mənə də xoş oldu. Yaxşı, get sağ-salamat. Qardaş, borcum nə qədər eləyir? Qardaş, nə qiymət deyim mən sənə? Nə verərsən. Bizim qardaş hazırdır. Tax toka Az önce bizlə izlədi yaşı. Öz yaşımda sevgilim zəng edir. Ay bala zaman getdin ay bala. Allah rəhmət eləsin. Axır qəminiz olsun. Yaxşı uşaq idi. Elə küçədən keçəndə vallahi Hansı dostundu bu? mərhumun telefonuna zəng gəlir. Ne yazdın? Nə yazılıb? Həyatım. Alo. Hacan həyatım. Ölmüşəm də Allah haqqı evdəyəm. Allah'ın olsun evdəyəm, mamam zaten. Öyle kız səsi quran haqqı anam dağlıyam. Kız yoxdur Allah'ın olsun. Anamdır, molladır, qonaqlar zatdır. Atıram da konum atıram. Yaxşı, not atıram, yaxşı. Allah haqqı qız yoxdur. Yaxşı. Öldüyüm anda da asot verərəm. Atanın dəxilsiz mövzularda özünü tərifləməsi. Sağ desədi. 7. 7. Maraqlı deyil, evə necə tez gəlib bu 7-dən. Necə gəlmiş? 10 dolar, Aha. 1 gram propka düşmədim. Vaxtında Ohoho. çıxdım, birbaşa var evə. Vaxtında evdəyəm, gördün? Halaldır. Yemək yemişsən hə? Ha, elə bayaqlar yemişəm. 10 dolar mən yeməmişəm. Səhər zaflıqda bir də kalbasa yedim, bir tikə. Hələ də onun üstündə yeməyi. Məktəzli altında. Əzalfət elə. Vay gör nətən, bununla qarşımamışım yemək. Səhər tezdən bir tikə kalbasa necə toz saxlayıb mən 10 dolar var. Qoşu, mənim çeşkamı görsən aşağıda. Ha. Bax onu 12 il bundan qabaq 13 milyarım almışam. Gedək. Hələ də bazara 13 milyarımdır bax o. Hala da. 10 dolar hələ də. Hələ də 13 milyarımdadır bax o. Satsam bir dəqiqə bazara eyni qiymətdir. Gedək bazara. O vaxtda da 13 bin olub da. Telefonu görsən? Bax bunu 2009-un yanvar ayında almışam. Hələ də işlədirəm. 2009-un yanvar. Hələ də yerindədir. Qozquran deyil, qozquran. İt kimi işləyir. Mən dəyişmə xoşlamıram telefonu dəyişməyə. Qardaş almışam 2009-da bir xeylan pul vermişəm bunu işlədirəm. Sırası nömrə var cin nömrə. 2000 desək Allah 2006-nın dekabr zarını o vaxt almışam. Hələ də nömrəni işlədirəm bax 10 dolar aldım. Oyda 2006-dır. Hardasa 20 ilə yaxın olur. Ataların pul ilə alınan şeylərə anlıq reaksiyası. Yəni yemək iyi gəlmir, deyən əsnə pişirməsən. Bu. Şimdi elə baxsana. Şey diye Akif. Həqiqi Ben pişirməyib. bugün yemeği pişirmedim. Yox, həqiqi pişirməyib. Zakas verdi de ona göre. Nə qədər yan çöldən sifariş vermişəm. Ayzım gör bu da deylərmi? Ayda. Mən belə stres yaşayıram. Nəysə dostlar, bu videonun sonuna gəldik. Videonu bəyəndisə like atıb aşağıdan kanalıma abunə olmağı unutmayın. Gəlin videoda görüşmək üzrə və sağda solda çıxan videolarda izləmirsə keçib izləyə bilərsiniz. Bunu da unutmayın ki, sevilirsiniz.